Azər, Emiliya və Ellanın sihirli dostluq macərası. Bir gün Azər, Emiliya və balaca Ella evlərinin həyətində oynayırdılar. Birdən göydən parlaq, qızılı bir ulduz enərək onların qarşısına düşdü. Ulduzun içindən balaca bir "Salam əziz uşaqlar, mən sehirli meşənin pərisiyəm. Meşəmizdə dostluq ulduzu itib. Onu yalnız ürəyi təmiz və mehriban uşaqlar tapa bilər." Uşaqlar sevinclə razılaşdılar. Elə həmin an qarşılarında sehirli qapı açıldı və onlar nağıl aləminə düşdülər. Biraz irəlidə onları iri, mehriban bir şir qarşıladı. "Xoş gəlmisiniz, mənim cəsur balalarım. Mən cəsur şirəm. Kim mənimlə birlikdə cəsarət sınağından keçmək istər?" Azər gülümsədi. Mən şirləri çox sevirəm." Şir Azəri kürəyinə mindirdi və birlikdə yaşıl təpələri aşdılar. Qarşılarına dərin bir çay çıxdı. Azər böyük daşları bir-bir düzərək körpü qurdu. Hamı təhlükəsiz şəkildə çayın o biri sahilinə keçdi. Bir qədər sonra onlar gözəl bir saraya çatdılar. Sarayın qapısı bağlı idi. Qapının qarşısında mehriban şahzadə dayanmışdı. Bu qapını yalnız nəzakətli və xeyirxah uşaq aça bilər. Emiliya irəli çıxdı. "Gəlin birlikdə çalışaq. Heç kim tək qalmasın." O, sarayın bağındakı solmuş gülləri suladı, quşlara dən səpdi və balaca dovşana kömək etdi. Elə bu anda sarayın qapısı yavaş-yavaş açıldı və içəridən parlaq işıq yayıldı. Şahzadə gülümsəyərək dedi: "Yaxşılıq hər qapını açır." Onlar yollarına davam etdilər. Meşənin dərinliyində şən bir meymun böyük bir kitab çevirməyə başlayırdı. "Ay aman, sehirli kitabın səhifələri qarışıb. Mən tək bacarmıram." Balaca Ella sevinclə meymunun yanına qaçdı. O kitabın şəkillərinə diqqətlə baxdı və balaca əlləri ilə səhifələri düzgün ardıcıllıqla çevirdi. Kitab birdən işıq saçmağa başladı. İçindən qızılı xəritə uçub çıxdı. "Axtardığınız dostluq ulduzu bu xəritənin göstərdiyi yerdədir," deyə meymun sevincək dedi. Üç dost xəritəni izləyərək böyük bir palıd ağacının yanına gəldilər. Ağacın altında balaca sandıq vardı. Sandığı açanda içərdən göy rəngdə parlayan dostluq ulduzu göyə qalxdı. Pəri yenidən onların qarşısında göründü. "Siz bunu birlikdə bacardınız. Azər cəsarəti, Emiliya xeyirxahlığı, Ella isə diqqəti və mehribanlığı ilə əsil qəhrəman oldu." Pəri hər uşağa kiçik bir ulduz hədiyyə etdi. "Nə vaxt bir-birinizə kömək etsəniz, bu ulduzlar parlayacaq." Birdən ətraf yenidən işıqlandı və uşaqlar öz həyətlərinə qayıtdılar. Onlar başa düşdülər ki, ən böyük sehir dostluq, sevgi və birlikdir. O gündən sonra Azər, Emiliya və Ella hər gün bir-birinə kömək edir, birlikdə oynayır və yeni macəralar xəyal edirdilər.